sizə danışacağım. Səhifə 42, səhifə 42-dir. Bu Azərbaycan dili kitabı 3-cü sinif. Səhifə 42 Ağ adlı oğlan nağılını sizə bugün deyəcəm. Onda mən bunu buyurasın. Tamam. Nə başlayır? Nağıllar həmişə necə başlayır? Biri var idi, biri yox idi. Bir daşgüvar, bir zalim var idi. Padişah. Zalim padişah var idi. Onun iki dənə oğlu, birinin adı Xanbala, birinin adı isə Beybala idi. O oğullarını sığallayanda baxıb mənim Xanbalam, mənim Beybalam deyə sevirdi, oxşayırdı. Aha. Padişahın bir mehtəri var idi. Mehtər nədir? Mehtər atlara baxan. Atlara baxan. Mehtəri var idi. O atlara baxırdı. Oğlu ilə birlikdə atlara baxırdı. Oğlun adı nə idi? Oğlunun adı Nərbala ilə birlikdə şahın atlarını bəsləyirdi. Bir gün Xanbala yeni bir at istəmişdi və padişah ilə birlikdə Mehtərin yanına getmişdi. Səhv deyil? Yox, olsun elə, problem yox. Mehtərin yanına getmişdi. Mehtər ona bir at göstərdi. O, Qulun bir at idi. Qulun dostları deməkdir ki, balaca bir at da. Qulun bir at göstərdi. Və dedi ki, buna bir il baxılsa, o cıdırda ona heç bir at çatmaz. Xanbala isə Mehtərə dedi, onu oğlun Nərbalaya verərsən. Və o başqa bir at seçdi. Nərbala artıq atına aylar keçdi. Hər gün o atına baxırdı. Yaxşı qulluq eləyirdi. Aylar keçdi. Artıq çəlimsiz o qulun ağappaq bir böyük ata çevrilmişdi. Mehtər Xanbala və Beybalanın xasiyyətinə belədir. Mehtər Xanbala və Beybalanın xasiyyətini bilir. O nə sözlüklərdir? Xanbalanın xasiyyətini yaxşı bələd idi. O oğluna dedi, oğlum, sən ona atını axşam vaxtları sürərsən. Çünki əgər Nərbala ilə Beybala səhər səni görsə, düşünür ki, paxıllıqdan sənə cəza yazarlar. Kim inanardı ki? Kim inanardı ki, balaca bir boz qulun böyük bir ata çevrilmişdir. Bitti. Birinci hissə bitdi. İkinci hissəni sonra öyrənib deyəcəm. Üçüncü hissəni öyrənib. Üçüncü hissəsi də var. Üçüncü hissə yoxdur, elə iki hissə. O birisi səhifəyə aiddir. Və onda dostlar, beləliklə videomuz bu qədər idi. Kanala abunə olub like atmayı unutmayın. Zil tuşuna basanda bizim videomuzdan xəbərdar ola bilərsiniz. Onda sağ olun.